Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi ali təcvid dərslərində xoş gördük. Artıq çatdıq 5-ci dərsimizə və sözlərin sonunda vəqf qaydaları. İnşallah bu qaydaları sizə müxtəsər olaraq izah edəcəyik. Quranda hərəkəli vəqf caiz deyil. Aydın məsələdir ki, sözün sonuncu hərfindən başqa digər yerlərdə vəqf etmək də qadağandır. Quranda bir neçə sözün bitişik işlətdiyi ifadələr var. Yazıda bir-birinə birləşik yazıldığı üçün bir sözün hökmünü daşıyır və onlarda vəqf etmək düzgün deyil. Yəni, bu kəlmələrin ortasında vəqf etmək caiz deyil. Məsələn, فَأَسْقَيْنَاكُمُوهُ لَيَسْتَخْلِفَنَّهُمْ أَنُلْزِمُكُمُوهَا وَيْكَأَنَّ يَبْنَ أُمَّ. Məsələn, fəəsqaynə bu qaydada dayansaq, vəqfimiz caiz deyil. Daha çox istifadə olunan vəqf metodu ibdal və isqam vəqfidir. Nisbətən qeyri-məşhur vəqf metodları da vardır. Məsələn, ilhaq, raum, işmam, həzf, isbat, idğam və nəql. Təbii ki, bu vəqflərin adını siz demək olar ki, eşitməmisiniz. Çünki Həfsin Asimdən rivayətinə əsasən bu vəqflərdən istifadə olunmur. Amma gəlin, ibdal və isqan vəqfləri ki, ən məşhur vəqfdir, bunları sizə izah edək. İbdal vəqfi. İbdal sözü dəyişmək mənasını verir. Vəqfin bu növündə sözün son hərfi başqa bir hərfə çevrilir. İbdal vəqfinin növləri. Birincisi, tə mərbutə sözün sonunda gəlir və qadın cinsində olduğunu bildirir. O bütün hərəkələri ilə hətta üzərində tənvin ən işarəsi olsa belə vəsl zamanı tə, vəqf zamanı isə sakin həyə çevrilir. Məsələn, iddətə, iddə, rəhmətu, rəhmə, əl-cənnəti, əl-cənnə, radiyətən, radiyə, fitnətun, fitnə, fiətin, fiə, ət-təvratu, ət-təvrah, əs-saləti, əs-salə. Nəzərə almaq lazımdır ki, Quranda adi tə hərfi kimi yazılıb, amma qadın cinsində olan təni bildirən məmdudə tə də vardır. Bu, olduğu kimi oxunacaq. Məsələn, rəhmətu, rəhmət. Artıq biz bunu qadın cinsində olsa belə rəhməh oxuya bilmərik. İkincisi, fəthəli tənvin vəqfi, yəni ibdalın ikinci növü. Vəqf zamanı fəthəli tənvin mədli əlifə çevrilir. İstisna olaraq bu qayda tə mərbutəyə aid deyil. Yəni, yuxarıda qeyd etdik və onu sadəcə olaraq rəhmətən də olsa rəhməh formasında oxumalıyıq. Biz misallara diqqət etsək, hisəbən, hisəbə. Diqqət edirsiniz, hisəbən ən götürülür və yerində sadəcə olaraq hisəbə mədli əlif qalır. Kitəbən, kitəbə, məən, məə, hudən, hudə, və ləyəkunən, və ləyəkunə, lənəsfəən, lənəsfəə. Bu, ibdal vəqfinin qaydalarıdır. Amma keçirik isqan vəqfinə. İsqan sözü nə deməkdir? Sakinləşdirmək mənasını verir. İbdal vəqfində qeyd olunmuş hallardan başqa sözün son hərflərinin hərəkəsi düşür və sakin hərfə çevrilir. Misallara diqqət edək. Məsələn, məqaidə, məqaid, kitəbi, kitəb, əl-əvvəlu, əl-əvvəl, rəhmətu, rəhmət, bicəbbərin, bicəbbər, qafurun, qafur. Diqqət edirsiniz, tənvin ən işarəsindən digər yerlərdə isqan vəqfi icra olunmalıdır və kəlmələrin sonu sakinə çevrilməlidir. Və bir şeydə nəzərə almaq lazımdır ki, bəzi kəlmələr var ki, onlar uzadıcı mədlərlə bitir, onları da sizə qeyd edəcəm. Hə əvəzliyinin vəqfi hərəkəsindən asılı olmayaraq isqan vəqfinin qaydalarına uyğundur. Misallara diqqət edək.
minhu minh, lehu leh, ledeyhi ledeyh, kitabihi kitabih, enzelehullezî enzeleh. Bu da H hərfinin misalları. Məlumdur ki, sakin və mədli hərflərlə bitən sözlərdə vəqf heç bir dəyişikliyə uğramadan baş verir. Məsələn, kətəbət, minhum, ənzəlnə, mə nədri, izqamu. Bu misallara diqqət etsəz, kətəbət sözündə və ya mə nədri kəlməsində kəlmə necə yazılıbsa, həmin qaydada da vəqf olur. Zatı sakin və yaxud da sakinlə bitən sakinlə, mədlə bitən mədlə bitir. Sakin hərflə bitən sözlərin hamısı sonraki sözdə sakin hərfə çatarkən çətinliyi aradan qaldırmaq üçün araya hərəkə verilsə də, vəqf zamanı öz əslinə qayıdır və sakin olur. Misallarda biz bunu daha yaxşı göstərə bilərik. Məsələn, və ənzir əslində ra hərfi sakindir, amma keçid zamanı və ənzirin nəsə və ya qul sözü qulil haqqo ləm hərfinə kəsrə verilmişdir. Və ya mim minəlləzinə vəmtəzul yəvmə vəmtəzu kəlməsi vəmtəzul yəvmə əhədunillə əhədun vəqf əhəd əhədunillə adnin adn adninilləti. Bəli, bu da Quran-ı Kərimdə sakinlə bitən sözlərin sonluğu. Amma keçirik Quran-ı Kərimdə 7 yerdə və 7 sözdə iskan vəqfinin əksinə olaraq oxunan kəlmələr. Ekranda gördüyünüz bu sözlərin son hərfi Quranda qeyd olunduğu kimi yazılıb. Baxın, ənə, ləkinnə, əzzanunə, ər-rasulə, əs-səbilə, sələsilə, qavarira. Bu sözlər vəsl zamanı fəthə ə, vəqf zamanı isə əlif-i məddə çevriləcək. Yəni, qısa ə, ekranda görürsünüz. Ənə, ləkinnə, əzzanunə. Keçid zamanı qısa ələ və vəqf zamanı ənə olaraq dayanılacaq. Sonuncu söz İnsan surəsində 2 dəfə gəlmişdir. Amma məqsədimiz 15-ci ayənin sonunda gələn sözdür. 16-cı ayənin əvvəlində qavarir sözü əlifsizdir və iskan vəqfinin qaydalarına tabe olur. Bəzi oxucular Quran-ı Kərimi oxuyanda bu sözləri eyni söz hesab edirlər. Amma hər biri ayrı-ayrı kəlmələrdir. Bunu da qeyd etməliyik ki, 3, 4, 5, 7-ci sözlərdə əlifin əlavə olunması öncəki və sonraki ayələrin son sözlərinə uyğun olmaq üçündür. İndi isə keçirik vəqfin digər növlərinə. Biz bura qədər ibdal və iskan vəqflərini sizə izah etdik. Sözün sonunda başqa növ vəqflər də mövcuddur ki, onlardan bəzisi, məsələn, ilhaq vəqfi, Quranın yazılışında da həyata keçirilmişdir. Raum, işmam kimi vəqflər, onlara elə də ehtiyac yoxdur. Yəni, riayət olunması zəruri deyil. Bəzi vəqf növləri isə həfsin deyil, başqa qarilərin qiraət və rəvayətlərinə əsaslanır. Əlbəttə, burada onların hamısını izah etməyə ehtiyac yoxdur. Biz sadəcə olaraq ibdal və iskan vəqfin sizə ətraflı şəkildə izah etdik ki, o da hal-hazırda Quran-ı Kərimdə ən mühüm vəqflərdəndir. Və qeyd etdiyimiz kimi, raum və işmam vəqflərin ki, biz onlara demək olar ki, riayət etmirik Quran-ı Kərimdə, sadəcə olaraq onların sizə tərifini deyəcəm. Ram sözü bir işi görməyi qəsd etmək mənasını ifadə edir. Qiraət elmində isə vəqf zamanı son hərfin hərəkəsinin 1/3-ni oxunmasına deyilir. Ram vəqfi yalnız zəmməli və kəsrəli hərflərdə baş verir. Və işmam vəqfi, işmam sözü iyləmək, dodaqları zəmmə halına salmaq deməkdir. Əlbəttə, bu vəqfin icrası zamanı zəmmə səsini tələffüz etmədən dodaqlar qabağa verilir. İşmam vəqfi yalnız sözün sonundakı zəmməli hərfə aiddir. Yəni, əgər
kəlmənin sonuncu hərfi zəmməli olarsa, o zaman işmam baş verir. Misallarına diqqət edin. Nəstəinu Gafurun min qablu. Amma sözün ortasında işmam. İşmam Quranın bir yerində sözün ortasında gəlmişdir və onu yerinə yetirmək vacibdir. Əgər qari onu işmam halında oxumağı qəsd edərsə, belə desək. Çünki işmam kəlmənin sonunda qarinin ixtiyarındadır. Həm edə bilər, həm də etməyə bilər. Yusuf surəsi 11-ci ayə, Lə tə'mənnə kəlməsi. Həfsin Asimdən rivayətinə əsasən bu kəlmə hər iki formada, həm işmam, həm də işmamsız oxuna bilir. Lə tə'mənnə ibarətində olan bu sözü oxuyarkən qari təşdidli nun hərfini oxuduqda bir an dodaqlarını zəmmə halına salmalıdır. Məsələn, Lə tə'mənnə dinləyici və ya tamaşaçı Lə tə'mənnə olduğunu bilməlidir. Yəni, nun hərfi üzərində sakin. Yəni, eyni zamanda idğam da demək olar buna. Bu sözdəki işmamın əhəmiyyəti odur ki, iki cür feil arasında fərqi nəzərə çatdırsın qari. Məsələn, Lə tə'mənunə ki, burada nun hərfi zəmməli olan indiki zamanın inkarıdır və bizi əmin hesab etmirsən, bizə etibar etmirsən mənasını verir. Lə tə'mənnə kəlməsində isə nun sakin olarsa, bu feil əmrin inkarında bizi əmin sayma, bizə etibar etmə mənasını verir. Buna görə də ayədəki feilin indiki zamanın inkarı olduğunu göstərmək üçün nun hərfinin işmamından istifadə olunur. Və iki mühüm qeydi nəzərinizə çatdırıram. Birinci qeydin bölümləri. Sonu fəthəli olan kəlmə, məsələn, mu'minunə. Burada ram vəqfi və işmam vəqfi icra oluna bilməz. İkinci, əsli sakin olan, məsələn, fəlyanzur kəlmənin sonu arizi hərəkə olan fəlyanzuril insanu. Diqqət edirsiniz, burada ra hərfinə kəsrə verilmişdi. Üçüncü, sonu tə mərbutə ilə bitən hamilətun kəlməsində olan tə mərbutə. Dördüncü, cəm bildirən mim hərfi, məsələn, minhum. İkinci qeydimiz ram və işmam vəqfləri dedikdə məqsəd vəqf olmuş hərfin hərəkələrinin başqalarına göstərməkdir. Əgər bir qari özü üçün Quran oxuyursa, yəni dinləyici yoxdursa, o zaman ram və işmam vəqflərinə ehtiyac yoxdur. Və sonda dəyərli izləyicilərimizə bunu qeyd etmək istəyirəm ki, Asimin qiraət üslubu Quran yazı üslubundakı vəqfə uyğundur. Çünki ən əsas, ən təbii və ən yaxşı vəqf metodları ibdal və iskan vəqfidir ki, onları dərsin əvvəlində sizə geniş şəkildə izah etdik. Və biz də hörmətli oxucularımıza və tələbələrimizə bunu tövsiyə edirik ki, Quran-ı Kərimdə ibdal və iskan vəqflərindən istifadə edib gözəl şəkildə Quranı oxusunlar. Bəli, çatdıq dərsimizin sonuna. Siz əziz dəyərli tələbələrimizi uca və əzəmətli Rəbbimizə əmanət edirik. Sağ olun, gələn dərslərimizdə görüşmək ümidi ilə.